Bu mövzu aktual mövzulardan biridir və son dövrlər çox belə deyək ki, müzakirə olunur. Həmin dövrdə yadınızdadırsa bu çeklər təqdim olunanda ölkəmizin vətəndaşlarının iqtisadi maariflənmə səviyyəsi yetərli deyildi. Və insanlarımız bu çeklərə yalnız tədavül vasitəsi kimi yanaşırlar. Yəni o çekləri alırlar və qara bazarda satıb müəyyən məbləğ əldə edirlər və anlamırlar ki, çox təəssüflər olsun ki, hər bir çek müəyyən müəssisədə özəlləşmə prosesində pay deməkdir. Bunun çox ciddi əhəmiyyəti var. Bu gün qorunub saxlanılan çek 10 ildən, 20 ildən sonra, 30 ildən sonra daha ciddi şəkildə bir obyektə, müəssisəyə investisiya qoyulması üçün bir vasitəyə çevrilə bilər. Belə bir, onlar daha çox nağd şəkildə tədavülə üstünlük verirlər və təəssüflər olsun ki, həmin dövrdə bir çox əllərdə çeklər cəmləndi. Bu da həmin çeklərin məqsədə müvafiq istiqamətdə sərf olmamasına, işləməməsinə səbəb oldu. Hesab edirəm ki, bir orta bir yol tapılmalıdır ki, həm narazı qalan vətəndaşlarımızın problemləri həll olunsun, həm də dövlətimiz bu problemdən belə deyək ki, ağırsız çıxa bilsin və tərəflərin hər birinin hüquqları təmin olunsun. Hesab edirəm ki, yenidən bu prosesə baxmağa, yeni bir təşkil proqramı hazırlamağa ehtiyac var. İndiki situasiyada çekləri, kimdə çek varsa, hansı vətəndaşda hal-hazırda çeklər varsa, onları qoruyub saxlamaq lazımdır, nəinki satmaq. Çünki bayaq qeyd elədiyim kimi, 2000-ci illərin əvvəllərində belə bir səhv, belə deyək, yanaşma çox ciddi problemlə nəticələnir. Yəni, o dövrdəki vətəndaşlarımızın maarif səviyyəsi yetərli deyildi, onlar bu çekləri satdılar və indi də eyni prosesi keçməyə ehtiyac yoxdur. Gözləsinlər, yəqin ki, Azərbaycan dövləti müvafiq strukturlarımız bu istiqamətdə müəyyən qərara gələcəklər. Qərar veriləndən sonra hansı addımı atmaq artıq hər bir vətəndaşın öz hüququdur. Bu qərar veriləndə ki, çeklər girov qoyula bilər, həmin dövrlərdə bank sistemimiz o qədər inkişaf eləməmişdi. O dövrdən sonra müəyyən bir vaxt keçir və indi Azərbaycan bank sistemi, kommersiya bankları xüsusilə də formalaşmış bir səviyyədədir və girovları müəyyən edəndə də, girov seçimi həyata keçirdəndə də belə müxtəlif səviyyəli riskləri nəzərə alırlar. Yəqin ki, bankların öz yanaşması olacaq bu məsələdə. Çünki bankların öz hüququ var ki, nəyə girov götürüb götürməməyi müəyyən eləsinlər. Çeklərə gəlincə isə onları girov predmeti kimi yox, mən hesab edirəm ki, iş növbədə investisiya və pay subyekti kimi nəzərdən keçirmək lazımdır. Yəni, çek hər bir vətəndaşımıza müəyyən özəlləşdirmədə, müəyyən bir prosesdə iştirak etmək hüququ verir. Yəni, iş növbədə bu cür yanaşmaq lazımdır. Əks təqdirdə həmin çeklərin effektivliyi yetərli olmayacaq. Müəyyən pay əldə etmək üçün hər hansı bir müəssisədən çekə malik olmaq lazımdır. Həmin çekin sayı nə qədər çox olursa, o payçının daha çox hüquqları olur. Və bir-iki çek olmaq o demək deyil ki, onun hüququ yoxdur. Sadəcə hər hansı bir səhmdar müəssisənin quruluşu zamanı daha çox paya malik olanlar onun rəhbərliyində təmsil olunur, qərarlarına təsir göstərir. Az payla təmsil olunanlar isə həmin müəssisədə baş verən yeniliklərin, payların qiymətinin artmasının təbii ki, nəticəsini görürlər. Bütün variantlarda həmin çekləri satmaqdan çox prosesdə iştirakə üstünlük verməlidir vətəndaşlarımız.